Mən bilmirdim ki, onlar fırıldaqçılıq eləyirlər. Adiləni sevirəm deyə buna yaxşı baxıram. Bugün də yaşayıram da, bugündür, sabah. Baxırsan ki, insan gözü axır. Bilmirsən ki, hansı psixotrop maddəni qəbul edir. Ötən gün baş verən qəzadan yəqin ki, hər kəs xəbərdardır. Taksi sürücüsünün Hollywood filmlərini xatırladan qəzası gündəmə çevrildi. Bəs insanlar taksi sifariş verərkən hansı məqamlara diqqət yetirir? Ümumiyyətlə, insanların taksidə başına hansı olaylar gəlib, özlərindən soruşacağıq. Bəzi vaxtlarda olub ki, çağırmışam bir taksini, amma gəlib o biri taksi. Yəni ki, sürücü ayrı şəkili var axı orada. Görürəm şəkildə birisidir, amma sürücü kimi o birisi gəlib. Necə reaksiya vermisiniz həmin anda? Demişəm ki, necə olub axı burada? Hə, filan kəs xəstələnib, müvəqqəti olaraq mən bilmirdim ki, onlar fırıldaqçılıq eləyirlər, amma belə hadisələr olub. Taksi sifariş verərkən nələrə diqqət yetirirsiniz daha çox? Adiləni sevirəm deyə buna yaxşı baxıram. İstəməzdə tez çatım. Taksidən istifadə edirəm ki, tez gedim də. Onu sevirəm. Sürətli getməsiniz. Bəli, sevirəm, bəli. Fikrim müsbətdir də, mənfi deyil vaxt. Yəni, istərdiniz taksi sürücüləri sürətli. Tez məni tez çatdırsın. Başqa şey fikrimdə deyil. Qəzadan qorxmursunuz. Niyə qorxmursunuz? Nə olacaqsa olacaq da. Ayıq olmayan sürücülər olur bizdə. Yoldaşım görüb ki, sürücü özündə deyil, sadəcə bir qardaş, yəni gedə bilərsiniz. Biz yenidən taksi sifariş etmişik. Psixoloji duruma çox diqqət olunmalıdır. Çünki ailə ilə gedən var, qadın xeylaqları ilə var, övladla gedən var. Yəni çox vaxt bu cür problemlər olur. Əvvəllər çox olurdu. Taksilər nəzakətsiz davranırdı. Mən filan yerə gedə bilmirəm, nə bilim, nə ucuz yazır, baha yazır. Telefonla danışırdı və yaxud da ki, siqaret çəkirdilər. Amma indi yaxşıdır. Demək olar ki, keyfiyyət artıbdır, yaxşıdır. Adamlar var bəzi baxırsan gözləri içindən bilinir ki, neysə var. Mən insanın gözlərini tanıyıram, ona minmirəm. Mən oturursan maşında, xasiyyətim var, mən danışıram. Danışıb qutarandan sonra hiss edirəm ki, bu nitodur. Yadımdan çıxdı, bura düşməliyəm, düşürəm. Mən çox istifadə edirəm taksidən. Heç vaxt problemli adama rast gəlməmişəm. Bir dəfə amma mənə elə gəlir ki, sürücü özündə deyildi. Yəni vəziyyəti yaxşı deyildi, çox narahat olmuşdum onda. Danışmıram, eləmirəm. Adres deyirəm, hara gedirəm. Zakaz eləyirəm, gedirəm, qayıdıram. Sürücünün hər hansısa bir aqressiv hərəkəti ilə rastlaşmışsınız. Baxır mənə deyir, bu yaşlı qadın, söhbət nədən ola bilər? Cavanlardır da, mən də yaşlıyam. Məncə taksi, yəni birmənalı olaraq, yəni ölkə ərzində vahid taksi xidməti olsa daha yaxşı olar. Yəni digər şirkətlər yəni düzgün gəlmir də. Yəni həm belə sürücülər də şikayətlənir, həm də sərnişinlər. Yəni daha yaxşı olar ki, vahid bir taksi şirkəti olsun, hamı da ondan rahat istifadə etsin.